Salam, deməli bugün 9-cu sinif isim bölməsindən 91-də qalmışdıq. Oradan sona qədər yazacağıq. Deməli, başlayaq. 91-ci sualda positive case istəyir, yəni ismi yiyəlik alıb. Birinci suala baxıram ki, bir dəqiqə. Birinci suala baxıram ki, burada Bill və Jane var. Bill və Jane əgər sonunda apostrof s varsa isimimiz təkdə olur, düzdür. İkincidə baxıram ki, z isimiz gəlib, cəmdə olmalıdır isimiz, ona görə 2 gedir. 3-də də f-dən sonra cəm isim gəlməlidir, amma tək gəlib, ona görə gedir. Dördüncü sualda deməli yenə də f-dən sonra cəm isim gəlməlidir, düzdür. Cavab 1, 4, C variantı oldu. 92-ci suala baxaq. 92-ci sualda deməli birincisi düzdür, artikel gəlib, isim təkdə olmalıdır. İkincisi də düzdür, heç bir problem yoxdur. Üçüncüdə də, yəni severdən sonra cəm isim gəlməlidir, düzdür. Dördüncüdə dediyim kimi severdən sonra cəm isim gəlməlidir, amma tək isim gəlibdir. 4 səhvdə ona görə 1, 2, 3 oldu, D variantı. Sonra keçirəm 93-ə. 93-cü sualda birincisi səhvdir, çünki artikel gəlibsə isim cəmdə olmalıdır, təkdə olmalıdır. 2 düzdür, f-dən sonra cəm isim gəlməlidir. 3-də də 5 var. Əgər rəqəm gəlibsə isim cəmdə olmalıdır. Ona görə 3 səhvdir. 4 düzdür, çünki 2 var. Yəni rəqəmdir və ismimiz cəmdə olmalıdır. Deməli oldu 2, 4, B variantı. 94-cü sualda zis gəlibsə ismimiz cəmdə olmalıdır, düzdür. Zət gəlirsə ona təkdə olmalıdır, ona görə 2 getdi. Demişdim ki, Zavus'la Zeys cəmdə istəyir, ona görə 3 düzdür, people cəmdədir. 4 də düzdür, amma 5 səhvdir, çünki Zavus gəlibsə isim təkdə yox, cəmdə olmalıdır. 1, 3, 4 cavab oldu, E variantı. 95-ci sualda yine pozitiv case ismin yiyəlik aldı. Birincisi düzdür, heç bir problem yoxdur. İkincisində də mens belə cəmlənməz, apostrof ismi olar, ona görə getdi. Çünki onsuz da cəmdədir, ikinci dəfə cəmə ehtiyac yoxdur. 3 düzdür, vahidli bildirən isimlərin yiyəlik halı apostrof ilə düzəlir. 4 səhvdir, çünki z artikel gəlibsə soyad bütöv bir aləni bildirir deyə cəmlənməlidir. Ona görə də cavab oldu 1, 3, A variantı. 95-ci sonunda yeni pozitiv case'dir. Pozitive case demək birincisində dediyim kimi heç bir problem yoxdur. İkincisi Vomos B cəmlənməz apostrof ismi olmalıdır. 3-də tomorrow, yesterday, today kimi sözlər apostrof ilə yiyəlik aldılar, ona görə düzdür. Burada da 4-də də ed qəbul edən fe'l gəlib deyə səhvdir. O has'dir, apostrof yəni ismin yiyəlik halı deyil. Ona görə ya has ya isdir. Ona görə də 1, 3, B variantı olur. Sonra keçdik. İsimləri istəyir burada. A variantı irregular var deyə atıram. B variantı tired var, yorğuna görə, həm də aktivə görə atıram. Sonra C variantı lovely var, isim deyil. Talkative isim deyil, ona görə qaldı E variantı. Sonra 98-ci sualda 98-ci sualda deməli peki. 98-ci sualda da birincisi düzdür. Of'dan əgər oflu varsa isim sayılmayan isimlərdə o zaman a piece of işlənə bilər ya da ki pieces of işlənə bilər. Yəni article və rəqəm gələ bilər. Daha sonra 2 də düzdür. 3-cü sualda da burada is varsa deməli pieces olmaz. Çünki ümumiyyətlə ikinci ifadə düzdür, amma yerinə görə düz deyil. Çünki cəmdə yox, təkdə olmalıdır. 3 səs həmçinin təkdə olmalıydı. Ona görə cavab 1, 4, B variantı. 99-cu sualda yenə is gəlib deyə biz cəmləri atıram. Məsələn, ideyası atıram. Həmçində ciri atıram, çünki cəmdədir. Sonra tasty porridge düzdür. Buralar niyə düzdür? Çünki qarşısında bunun E artikli olmalı, bunu da olmamalıdır. Çünki cəm sayılmır. 100-cü sualda isə yenə nounlar istəyir. Modus təvazökardır, gedir. Sekretdə sifət gedir. Daha sonra tiny zəifdir burada. Strength güclüdür, qalar C variantı. Variantları ata-ata tapmaq olur. Yine plural isimlər istəyir 101-də. Ekonun icil, sonra icilsi ilə bitən isimlər təkdədir. Ona görə 2 getdi. Sayılmayan isimlərdir həmçinin. Paper'da təkdədir. Ona görə oldu 1, 4, E variantı. Yine compoundlarını istəyir 202-ci sualda. Yeni mürəkkəb isimləri. Poet sadədir getdi. Chess sadədir getdi. Salt sadədir. Həmçinin burada musikin də sadədir. Friendship sadə düzəltmədir. Daha doğrusu musikindən friendship düzəltmədir. Ona görə cavab qalır B variantı. Sonra keçdik 103-cü suala.
103-də də singular, yəni tək isimləri istəyir. Burada cattle cəmdədir, people cəmdədir, closet cəmdədir. Daha sonra polluted cəmdədir, ona görə qaldı D variantı. Possessive case istəyir 104-cü sualda. Burada apostrofesdən sonra got gəlibsə, deməli yəlik hal deyil. What yəlik hal deyil. C düzdür, demişdim tomorrow, yesterday və today kimi sözlər yəlik halı apostrof s ilə düzəlir. Burada el qəbul edən fe'l gəlib deyə olma, burada not gəlib deyə olmaz. Cavab oldu C variantı. 105-ci sualda tək isimlər istəyir. Tək isimlər istəyirsə, mən burada may satıram, çünki cəmdədir, kökündən dəşərək cəmlənib, sıçanlar. Burada sizə satıram, sonra s-lə bitməyən cəmdir. Sonra burada gift satıram, hədiyyələr, burada politini atıram, ona görə cavab oldu B variantı. Baxın, burada nöqtədən əvvəl E artiklı var, ona görə də cəmdə onları atıram. Ümumiyyətlə, sayılmayan isimlər cəmlənməz, ona görə furniture, purchase atıram, D variantından G variantı getdi. Burada pieces gəlib deyə atıram, çünki article təkdə istəyir. Burada article-la sayılmayan isim işlənməz, ona görə cavab qalır A variantı. Buradakı sayılmayan ismi yox, bu PC təmsil etdiyi üçün A variantı olacaq. Daha sonra 107-ci suala baxıram. 107-ci sualda da deməli yenə qarşısında E article gəlib. Dediyim kimi sayılmayan isimlər cəmlənməz. Information sayılmayan isim olduğu üçün A və Y variantları gedir. Burada pieces olmaz, çünki E article gəlib deyə isim təkdə olmadı. Həmçinin information demişdim ki, article-dan sonra sayılmayan isim gəlməz. Ona görə cavab D variantı. 108-ci sualda positive case ismin yəlik halını istəyir. There is kimi ifadələr bu yəlik hal deyil. Əgər yəlik haldan sonra already gəlibsə yəlik hal deyil. Just gəlibsə yəlik hal deyil. Ona görə də burada tomorrow'a görə götürürəm. Burada da moment silence-ə görə götürürəm. Cavab 4-5 A variantı. 109-cu sualda yine possessive case ismin yəlik halını istəyir. Baxın, burada ing var. Deməli bu is imiş. Is driving. İndiki davam edici zamanıdır. Yəni apostrof s burada yəlik hal deyil. Burada got gəlibsə yəlik hal deyil. 3 düzdür. Burada your brother here var. Əgər cümlədə xəbər yoxdur, deməli ki, orada apostrof s xəbər vəzifəsindədir. Yəni sənin qardaşın buradadır. Burada izdir. Ona görə getdi. 5-də də heç bir problem yoxdur. Cavab oldu 3, 5 D variantı. Sonra 110-cu sualda yenə positive case ismin yəlik halını istəyir. Burada dediyim kimi, gördüyünüz kimi cümlədə xəbər yoxdur deyə, bu deməli bu yəlik hal deyil, xəbərdə apostrof. Burada da veri gəlib, ona görə götürmürük. 3 düzdür. 4 də düzdür. 5-ci sualda taken gəlib, ona görə səhvdir, çünki taken burada ya has deyə də izdir. İzdirsə, deməli bu passive voice, positive voice-dır. Has deməli bu bitmiş zamanında, ona görə də yəni bir məna olaraq yəlik hal deyil. Ona görə də 3-4 cavab C variantı oldu. 111-ci sualda demişdim ki, əgər sayılmayan isim gəlibsə, onun qarşısında rəqəm, article gəlməz və sayılmayan isim cəmlənməz. Ona görə 1 gedir. 2-də heç bir problem yoxdur. 3-də heç bir problem yoxdur. 4-də problem ondadır ki, severdən sonra cəm isim gəlməlidir. Həmçinin if-dən sonra cəm isim gəlməlidir. 5 getdi. Ona görə cavabımız 2, 3 A variantı oldu. Yəni burada positive case istəyir. 1 düzdür. 2 səhvdir, çünki sportsman onsuz da cəmdədir. Ona görə apostrof s-lə düzəlməlidir. Cəm isimdir. Sonra burada Rita və Cindy'nin əlləri hər ikisinin əli olduğu üçün ortaq bir şey ola bilməz deyə Rita'ya da apostrof s qoyulmalıydı. Ona görə 3 də səhvdir. Sonra bu 4 düzdür, ikimiz bacas deyə bunlar apostrof s olur cümlənin sonunda. 5 də düzdür, çünki Z artiklı gəlibsə bütöv bir aləmi bildirir. Ona görə də soyadların qarşısında soyadlar cəm olmalıdır. Cavab oldu 1, 4, 5 D variantı. 113-cü sualda. 113-cü sualda yine positive case'dir. Deməli bir səhvdir. Çünki demişdim ki, men belə düzəlmir. Apostrof s-lə düzəlir. İkincisində heç bir problem yoxdur. 3-də gözləri ortaq ola bilməz deyə Pamela Rachel'ın. Ona görə də hər ikisində apostrof s olmalıdır. 4 düzdür, soyaddır. 5-də də
düzdür, heç bir problem yoxdur. Ona görə 2, 4, 5 olub D variantı. 114-cü sualda yenə pozitiv case, genitive case'dir. Perfectly gəlib, learned gəlib. Deməli, bu has imiş, bitmiş zamandır bu. Ona görə 1 getdi. 2-də heç bir problem yoxdur. İsmin hər ikisi cəm. Əgər isim cəmdədirsə, hər ikisində apostrofiyası qoyulmalıdır. 3-cü sualda heç bir problem yoxdur. 4-də də bir problem yoxdur. A good night sleep. Burada 5-ci sualda cümləmizin xəbəri yoxdur. Deməli, bu is imiş. Ona görə cavab 2, 3, 4 A variantı oldu. Sonra 115-ci sualda yenə genitive case, positive case, yəni ismin yelik aldı. Bir səhvdə demişdim ki, completely gəlibsə, sonra da damage gəlibsə, bu bitmiş zamanın göstəricisi, yəni has-dir. Apostrofis orada yelik hal deyil. Sonra deməli, burada ismin sonuncusuna apostrof s qoyulub. Ona görə də mağaza təkdə olmalı, düzdür. Hər ikisinin ortaq anasını nəzərdə tuturur. 3-də düzdür, heç bir problem yoxdur. 4-də cümləmizdə xəbər yoxdur. Deməli, oradakı iz xəbərdir. 5-də heç bir problem yoxdur. Cavab 2, 3, 5 D variantı. 116-cı sualda information gəlib nöqtədən sonra və cümləmizin xəbəri izdirsə, ismimizdəki təkdə olmalıdır. Ona görə two pieces gedir. Cavab 3 getdi. Episiv olar, sam da olar. Good olmaz çünki buradakı article information'ı bilir və information'da salim isim olduğu üçün qarşısında article gəlməz. Həmçinin severaldan sonra cəm isim gəlməlidir. Ona görə getdi. Cavab 1, 2 E variantı oldu. Yenə nöqtədən sonra news gəlib və xəbərimiz was təkdə olduğu üçün pieces olmaz. Bu ifadən özü yanlışdır. Çünki pieces yox, pieces of olmalıdır. Two pieces də səhvdir. Çünki two pieces olmalıdır. 5 getdi. 1, 5 getdi. Good da gedir. Çünki demişdim ki, news sayılmayan isimdir və sayılmayan ismin qarşısında article işlənməz. Yəni, gelmeyen article. Ona görə cavab 2, 4 oldu. B variantı. Yenə pozitiv case ismin yelik halını istəyir. Burada going gəlibsə ismin yelik halı deyil. Həmçində burada walking gəlib. Got gəlibsə yelik hal deyil, given gəlibsə yelik hal deyil. Düzdür çünki bütün bir ailəni bilir, S apostrof düzgündür. Yenə burada pozitiv case istəyir. Birincisi düzdür, heç bir problem yoxdur. İkincisində də heç bir problem yoxdur. Çünki sonuncu isimdə yelik hal qoyulub və isim təkdədir. Daha sonra nə yapacağız? Burada 1, 2, 3 götürmürük. Dəqiqə. 1, 2 4 də götürmürük. Çünki Z article gəlibsə burada Z article gəlibsə bütün bir ailəni bilir və S apostrof olmalıdır. 5-də heç bir problem yoxdur. Göz hər ikisinin olduğu üçün hər ikisinin apostrofası qoyulub. Ona görə 1, 2, 5. 3-də götürməməyimizin səbəbi nurse sözüdür. Onsuz da cəmdədir və ona görə də S apostrof olmalıdır orada. Baxın, burada S apostrof olmalıdır. Yəni S sonra da S apostrof olmalıdır. 120-ci sualda deməli, 1 düzdür, heç bir problem yoxdur. 2-də children belə cəmlənməz, apostrof S olmalıdır. 3 düzdür, 4-də if-dən sonra cəm isim gəlməlidir. 4 səhvdən görə 5-də düzdür, 1, 2, yox, 1, 3, 5 cavab oldu. A variantı, bir dəqiqə. 121-ci sualda. 121-ci sualda da 1 düzdür, 2-də düzdür demişdim ki, yesterday, today, tomorrow varsa apostrofiyası olmalıdır. Z brown cəmdə olmalıdır. Ona görə səhvdir. Burada sonra F-dən sonra cəm isim gəlmədi. Ona görə səhvdir. 5-də heç bir problem yoxdur. Ona görə 1, 2, 5 oldu E variantı. 122-ci sualda isə baxın, burada or var. And olsaydı hər ikisi cəmlənməzdi. Or varsa deməli hər ikisi apostrofiyası qoyulmalıdır daha doğrusu. Həm də burada Isaac var. Ona görə də hər ikisində olmalıdır. Daha sonra bu must belə cəmlənməz. Yəni belə apostrofiyası olmaz. 3 düzdür. Amma deyirsiniz ki, niyə hair cəmlənmədi? Əgər hər ikisi məxsusdursa, hair sarmanın isim olduğu üçün cəmlənmir. Daha sonra Z article gəlibsə isim cəmlənməlidir. Yəni bütün bir ailəni bildirir. 5 düzdür. Cavab olduğuna görə də 3, 5. Dəqiqə. 1, 3, 5 A variantı. Sonra 123-cü sualda. 123-cü sualda yeni pozitiv case istəyir. Z article gəlib cəmlənməlidir. Bütün bir ailəni bildirir. İkinci tərəfdə or varsa hər ikisində olmalıdır. Düzdür. Children's belə cəmlənməz. Amma parentez, yəni ümumiyyətlə səhvdə deyə gedir. Sonra 4-cü sualda heç bir problem yoxdur. 5-ci sualda da
bir dəqiqə. Olduğuna görə də 2, 4 ve 5. sola burada hiçbir problem yoktu. 2, 4, 5 C variantı. Sonra 124. sola yeni pozitif kes ismin yerik halını istəyir. 10 varsa burada mint cəmlənməlidir. Ona görə səhvdir. 1 getdi. 2 düzdür. 2 birinci səhv düz oldu, amma ikinci səhv düz olmadı. Çünki yanlışlıqla gəlsə blok cəmlənməlidir. Ona görə 2 də səhvdir. Sonra 3-cü sualda da heç bir problem yoxdur. 3 düzdür, 4 düzdür, mis kimi sözlər varsa orada apostrofos olmalıdır. Həmçinindəki 5 də düzdür. Cavab 3, 4, 5 E variantı. Burada ikinci tərəfdə slices yox, slice olmalıdır. E artıqdan sonra cəm olmaz. Information'dan sonra rəqəm gəlməz. F-dən sonra cəm isim gəlməlidir. Ona görə cavabımız 1, 4 qalır. Düzgün variantlar. 126-cı sualda E-dən sonra pieces gəlməz. F-dən sonra cəm isim gəlməlidir. Advice salmiyəsində ondan əvvəl rəqəm gəlməz. Ona görə cavab 1, 3, B variantı. Yeni pozitiv case'dir burada. A düzdür. Çünki Ayza varsa, or varsa hər ikisi olmalıdır. Children səhvdir. Çünki S apostrofos olmalıdır. Burada təkcə sonuncu ismə qoyubsa apostrofos. Buradakı isimimiz cəmdə olmalıdır, təkdə olmalıdır. Kennedy'lərin evi Z artiklı varsa S apostrof olmalıdır. To varsa isim cəmlənməlidir. Ona görə getdi cavab qaldı A variantı. Sonra bir düzdür. Hər ikisinin ayrı-ayrı ev olduğu üçün flat sözü cəmlənib. 2 də düzdür. Əgər or varsa, nor varsa hər ikisində qoyulmalıdır. Z artiklı gəlibsə Nixon cəmlənməlidir. Cirdəki onsuz da cəm isimdir. Apostrofes yox, S apostrof yox, apostrofes olmalıdır. Sri gəlibsə Vix cəmdə olmalıdır. Ona görə də cavab oldu 1, 2, A variantı. 129-cu sualda yeni pozitiv case'dir. Women's olmaz. The Brown S olmalıdır. 3 düzdür demişdim. 4 də düzdür. Evet, 5 də düzdür. Cavab oldu B variantı. Sonra 130-cu sualda men's, women's kimi sözlər belə apostrof S qoyulmaz. Çünki səhvdir. Apostrof S olmalıdır. S apostrof olmalı deyil. 3 düzgündür. 4 səhvdir. Çünki Z-dən sonra cəmlənməli idi. Həmçinindəki 5 də düzdür. Cavab oldu. Bir dəqiqə birə baxmadım. Bir də saçlardan söhbət gedir. Hər ikisinin ayrı olduğu üçün cavab oldu 1. 3, 5 D variantı. Yenə 131-ci soda pozitiv case'dir. Burada da yəni birincilər eynidir. Hər ikisinin saçı ayrı-ayrı götürür. 2 səhvdir. Z-dən sonra cəmlənməlidir. 3 səhvdir. Elə deyim sən eyni sual deyim. 4 düzdür. 5 də düzdür. Heç bir problem yox. Heç bir səhvlik yoxdur. Ona görə cavab 1, 4, 5 E variantı oldu. Number of-dan sonra cəm isim gəlməlidir. Düzdür. Pieces of music düzdür. Ellovus yox, ellov olmalıydı. Love olmalıdır. Ona görə getdi. Demişdim, number of-dan sonra isim cəmlənməlidir. Getdi. Two yox, two slice yox, two slices olmalıdır. Getdi. Cavab oldu 1, 2 D variantı. Sonra 130-cu sualda a bunch of banana yox, a bunch of bananas. Çünki bunch salxım deməkdir. Bir banana necə salxım olsun. Ona görə getdi. 2 düzdür. A number of-dan sonra cəm isim gəlməlidir. 3 düzdür. 4 də səhvdir. Çünki lamps yox, lamp olmalıdır. E qarşısında. 5 də səhvdir. Çünki to-dan sonra ismimiz cəmlənməlidir. Ona görə də 2, 3, C variantı. 134-cü sualda positive case ismin yəlik halını istəyir. Changed gəlib, el şəkilsi gəlibsə yəlik hal deyil. Reduced gəlibsə yəlik hal deyil. Left gəlib yəlik haldır, amma ikinci tərəfdə yəlik haldır. Sonra burada. Sonra John's behavior 4 düzdür. 5'te də heç bir problem yoxdur. Xəbərimiz normal. Ona görə də yəlik halımız da normaldır. 3, 4, 5 D variantı. Sonra 135-ci sualda yeni pozitiv case'dir. Burada ing söz varsa, amma bu söz varsa demişdik götürmürük, amma buradakı bu ing söz isimdir deyə götürürük. Burada et şəkilçisi var deyə götürmürəm. Burada given var, götürmürəm. Mary's left. Buradakı birinci səhvdir, left gəlib, amma ikincisi düzgündür. 1, 4, baxaq 5'ə, 5'dəki düzgün heç bir problem yoxdur. 1, 4, 5 cavab oldu B variantı. 136-cı sualda bir düz. 2-də xəbər yoxdur, deməli bu easy imiş. Ona görə 2 səhvdir. Going to dentist get 3 də düzdür. 1, 3, got gəlib səhvdir. 4 də düzdür, heç bir problem yoxdur. 1, 3, 4, 1, 3, 5 daha doğrusu. 5-də 4-də demişdik, got gəlib olmaz. Cavab oldu E variantı. Sonra 137-ci sualda bir düz. Often gəlib, invited gəlib. Deməli bu
ed gəlibsə demişdik ki, yelkal deyil. Got gəlibsə yelkal deyil. 4 düzgündür. 5-də z artikel gəlib qarşısına vahidlik bildirən isimlərin yelkal apostrof ilə düzəldi. 7. Cavab oldu 1, 4, E variantı. 138-ci sualda, 138-ci suala baxaq. 2 düzdür, 2-yə bərbaşdan baxdım. 3-də düzdür. 4-də düzdür. Sonra 5 bir dəqiqə. Daha doğrusu baxın 1 düzdür. 2 düzdür. 3 da düzdür. 4-ə baxaq. 4 səhvdir çünki ed gəlib deyə səhvdir. Burada da svep gəlib. Qaydasız feil gəlibsə deməli yelkal deyil. Cavab oldu 1, 2, 3, B variantı. Sonra new information olmaz. Çünki information salınmayan isimdir. Qarşısında article gəlməz. Bu düzdür. Bir dəqiqə. Sonra a piece of information we have got. Ya bu B səhvdir çünki a piece of olmalıdır. Burada C düzdür. To information olmaz çünki demişdim informasiya cəmlənməz və qarşısında rəqəm gəlməz. To pieces of information olmaz. Niyə olmaz? Çünki bir dəqiqə. Deməli burada sonda eşya kedisi var imiş deyə biz bunu götürə bilmirik. Dəqiqə. Ona görə bu da səhvdir. Demişdim bu da səhvdir. Ona görə cavab oldu E variantı. 140-cı sualda da Zeus dəqiqə. Zeus özünə sonra cəm isim istəyir. Zat this isə təkdə olur. Ona görə də baxaq. Zatmen olmaz. Tək olmalıydı. The brown yox, brownus olmalıdır. Çünki soyad bütöv bir ailəni bildirir. Artikel gəlibsə. Həmçinin zisdən sonra men olmalıdır. Mən yox. Burada da the brown cars are going to the country in the brown cars. Those means car. Burada apostrofis yoxdur ki, niyə fikirləşirik ki, cavab olur C variantı. Sonra 141-ci sualda yenə də iz gəlib. İz gəlibsə cəmləri atıram. Policeman cəmdədir deyə atıram. Important information bizim cavabımız olacaq. Ofdan əvvələ baxıram. Kindest gəlibsə atıram. Dəqiqə. Big fish cəmdədir atıram. Advice-ın qarşısında article gəlməz deyə səhvdir, ona görə atıram. Dəqiqə. 142-ci sualda positive case istəyir. Positive case-ə baxaq. Birinci sualda if-dən sonra cəm isim gəlib düzdür. Deyir S apostrofis istəyir çünki cəmdədir. 3 düzdür. To gəlibsə ismimiz cəmlənməlidir. Rəqəmdir. 4-dəki yenə həmin qayda S apostrof olmalı. Cavab 1, 3, B variantı oldu. Sonra several'dan sonra cəm isim gəlməlidir. A variantı getdi. E-dən sonra cəm isim gəlməlidir. Tək gəlməlidir. Getdi. C-də cəm gəlməlidir. Rəqəm gəlib. D düzdür. E-də də FU vowels olmalıdır. Çünki FU düzdür sonra cəm isim istəyir. Burada hər ikisində apostrof S varsa mazırsı olmalıdır. Ona görə 1 getdi. Sonra deyir Jack'ın xəstəliyi bizi qorxutdu. Ona görə bir dəqiqə bu niyə belə oldu? Neyse 2 düzdür. Sonra burada ayıncı söz var deyə getən cümləmizin xəbəri yoxdur. Cavab 2 oldu. Already gəlibsə səhvdir. Bir də 5 oldu. Chick and 2 burada alırdı gəlibsə, amma son cümləmizin sonunda bakers var deyə götürük. 2, 4, 5 C variantı oldu. Sonra 145-ci sualda. 145-ci sualda just gəlib bir də getdi. 3 düzdür Tom'un gəlişi. Burada ayıncılı söz var getdi. Burada istisna cəmlənməzdir. Bir cəmlənməlidir. Bir getdi. 5 də düzgündür. A few minutes. F-dən sonra isim cəmlənməlidir. Ona görə 3, 5. Peki, burada neighbors gəlib, yenə həmin şey 3, 4, 5. Neighbors gəlib, 4-ü götürürəm. 146-cı sualda yenə positive case istəyir. Positive case-də də isimimizin 1 düzdür. 2 səhvdir, çünki one gəlib, qaydasız feil gəlibsə səhvdir. 3 düzdür, Z article gəlib və vahidlik bildirən isimlərin yelkalı apostrof ilə düzəlir. 4 düzgündür. 1, 3, 4, 5 niyə səhvdir? Çünki et şəkilçisi söz gəlib. Yəni burada feildir bu. Cavab 1, 3, 1, 3, 4 E variantı oldu. 147-ci sualda demişdim ki those, these, cəm isim, these də tək isim olmalıdır. Those'dan sonra cəm isim gəlməyib. 2 düzdür cəm isim gəlib. 3 düzdür cəm isim gəlib. 4 səhv deyil düzdür yenə cəm isim gəlib. Burada these-dən sonra
representative yox, representative olmalıydı. Ona görə 2, 3, 4 A variantı. 148-ci sualda. 148-ci sualda da nə deyir? Bir düzgündür. Onun atasının qəfil zəngi. İkidə birincisi iz xəbərdir, amma ikincisi apostrofis düzdür. Qot gəlibsə səhvdir. FUX olmalıdır. Düzdür. Çünki FU'dan sonra cəm isim gəlməlidir. Burada da izdir. Is, washing. İndiki davam edəcəyin zamanın izidir o. Ona görə də 1, 2, 4 oldu B variantı. 149-cu sualda yenə ismin yelkalını istəyir. Peterin gec gəlişi götürürük. 104'ün birinde demiştim ki apostrofes değilse de ikincisi apostrofes. Ona göre ikini de götürürüm. Bin gelip götürmürəm. 400'de emondan sonra tek isim. Evden sonra tek isim gelməlidir. 5 səhvdir çünkü state gəlib. Et şəkilsiz söz gəlib. Cavab oldu 1, 2, 4. B variantı. 150-ci sualda. Mrs. kimi gəldi. İsimiz təkdə olmalıdır. Apostrofesindən düzəlməlidir, getdi. Burada göz hər ikisinə aid deyə same-də şey olmalıdır. Əslən apostrof s-lə olmalıdır. 1-4 qalır ona görə cavab. Cavab oldu A variantı. 151-ci sualda et şəkilçisi, amma burada many year da olmaz. Many years olur. Çünki many'dən sonra cəm isim gəlmədi. 1 getdi. Burada da mağaza cəmlənməlidir. 3 getdi. Cavab qalır 2-4 E variantı. Sonra 152-ci sualda da qaydasız feil gəlib. Birinci səhvdə, amma ikinci səhvdə düzü chemist gəlib. Lives gəlib deyə səhvdir. Burada da visit Let's'ten sonra hiç let's sayılmır, ama başası sayılır diye 1-3'ü götürürüm. 4'te götürürüm. Burada izdi. My granny is knitting. Toxuyur, hal-hazırda toxuyur. İki davam edicinin zamanında. Ona göre ne oldu burada? 1, 3, 4 cevap oldu. A variantı. Sonra 153. sualda let's sayılmasa da teacher sayılır. İkinci tərəf düzdür. 2 de düzdür. 1, 2. Burada left gəlib sayılmaz. Burada is preparing'dir. İndiki davam edici zamanında B saying, B'nin deməyi düzdür. Cavab oldu deməli 1, 2, 5. Cavab oldu C variantı. 154-cü sualda. 154-cü sualda hər ikisi cəmlənib deyə bu isim də cəmlədir, düzdür. Bu səhvdir çünki soyad bildirsə cəmdə olmalıdır. 40 years, 40 ilin təcrübəsi, 3 düzdür. Burada celebrated gəlib, burada da olması düz işlədilməyib. Cavab oldu 1, 3, D variantı. 155-ci sualda da mesaj cəmdə olmalıydı. 2 düzdür. 3 də düzdür. Is going gəlibsə gəlikəl sayılmır. 5 düzdür. 5 years. 5 days daha doğrusu. Cavab oldu 2, 3, 5. Dəqiqə. 2, 3, 5. Ne oldu ki burada dəqiqə? 2 səhvdir. 2 niyə götürmüşəm ki mən? Cavab oldu elə 3, 5. 1, 3, 5. C variantı. Sonra if foolish mistake deməli bir düzgündür. İkincisi səhvdir çünki qarşısında artikel gəlməli idi. 2 düzgündür. Burada səhvdir. Artikel gəlib səsimiz cəmlənməz. Ona görə də cavab 1, 2, D variantı. Burada R gəl. Bu heç bir dəxli yoxdur. Heç nəysə. 5 düzgündür. 4 düzgündür. Wonderful music düzgündür. A nice pair of shoes. Important pieces of what? Hə, deməli R gəlibsə bizim ofdan sonraki sözümüz cəm olmalıdır. 1 düzgündür. 2 səhvdir. 3 səhvdir çünki bu təkdədir. 4 düzgündür, 5 düzgündür. Cavab oldu 1, 4, 5 D variantı. Daha sonra buradan iz gəlib deyə policeman olmaz. News'dan da artikel işlənməz. 4 D variantı düzgündür. Burada cəmdə deyə gedir. Sonra burada R gəlibsə təkləri atıram. Təkləri attım. Təkləri attım. Burada da n-lə people işləməz. Çünki people cəmdədir. N isə tək isimdən qarşısında işlənir. Cavab oldu C variantı. 160-cı sualda da iz gəlib. Cəmləri atmalıyam. Cəmdirsə bir dənə task da burada. Little pieces of meat. Burada pieces cəmdədir deməyim. İkini də atıram. Reliable metod yox. Irreliable metod olmalıdır. Metod. Daha sonra large closes işləm. Bir dəqiqə. Large closes shop. Closes shop'tu. Test cheese'daki düzdür. 3, 4 cavab oldu A variantı. Sonra derivative nounlar istəyir. Yəni ismi yiyəlik hal nə idi? Düzəltmə isimləri istəyir.
Benefit sadədir, rəqsaq da mürəkkəbdir. Cavab ona görə də 1 ilə 4 atıram. 1 atdım, 4 atdım. Cavab 2, 3, 5 qalır. Sonra derivativləri istəyir. İndi isə sadə və mürəkkəblər atıram. Məsələn, canaldır, piecedir, framedir, faultdur. Hamısı sadədir. Ona görə cavab D variantı qalır. Yeni derivativ nounlar istəyir. Düzəltmə isimləri sadədir. Desire sadədir. Speech sadədir deyə qalır 3, 4, 5. E variantı. Yine düzeltme isimləri istəyir. Trade sadədir, open sadədir. Ona görə də 1, 4'ü atıram. Qalır 2, 3, 5, 6. Sonra 165-ci sualda da matter sadədir. Həmçində heç bu da isim deyil. 1, 2 getdi. Burada da danger sadədir deyə getdi. Cavab 3, 4 olmalıdır. Yeni derivativ nounlar istəyir. Düzəltmə isimləri load sadədir. Flora sadədir. Cartoon sadədir. Raindrop da düzəltmə mürəkkəbdir. Ona görə cavab qaldı B variantı. Yeni derivativ nounlar istəyir. Proof sadədir. Bunch sadədir. Lunch sadədir. Ona görə qalır 1, 5 A variantı. 168-ci sualda derivativ düzəltmə isimləri istəyir. Access sadədir. Həmçinin də burada landfill var. O da mürəkkəbdir deyə qalır 1, 3 E variantı. Daha sonra 169-cu suala baxıram. Piece ilə wave atıram çünki sadədir. 3 qalır 3, 4. 170-ci sualda yeni derivativ nounlar istəyir. Yeni düzəltmə isimləri close atıram. Həmçində words atıram. Qalanları dəqiqə close atdım. 1 getdi. Words da atıram. Words 2, 3, 5 qalır. Sonra derivativ nounlar istəyir. Event sadədir. Wonder da isim deyil. Ona görə 1, 2, 3 E variantı qalır. Yeni derivativ düzəltmə isimləri istəyir. Profit atıram, stamp atıram, sadədir. Həmçinin hollow atıram, waste atıram. Cavab oldu A variantı. Derivativ nounlar istəyir. Bir düzdür. Crop sadədir. Həmçinin də effort da sadədir. Deməli 2 ilə 5 atsam qalır 1, 3, 4. Sonra derivativ nounlar istəyir. Ya mürəkkəblər atmalıyım, da sadələr atmalıyım ki, düzəltməni tapım. Nucleus mürəkkəbdir məsələn, ona görə atıram. Həmçində oil faultdur, mürəkkəbdir. Underground da mürəkkəbdir. Burada bastion da mürəkkəbdir. Ona görə cavabımız olub C variantı. Yeni derivativ nounlar istəyir. Düzəltmə isimləri. Burada mes dağınıqdır, isim deyil. Host da 2 sadədir deyə gedir. Stone da həmçinin sadədir. Cavab 2, 4, 6 Y variantı. Yeni correct variant istəyir. Bir düzdür. E artiklı gəlibsə isim təkdə olmalıdır. Woman və apostrofos olmaz. S apostrof olmaz. Apostrofos olmalıdır. If-dən sonra cəm isim gəlməlidir. 4 düzgündür. 1, 4 oldu burada cavabımız. Sonra 77-ci sual. 177-ci sualda da compound mürəkkəb isimlər istəyir. Proof sadədir. Həmçinin discovery düzəltmədir. Religion da həmçinin bu religion dini. 2, 3, 6 oldu cavab. Sonra yine compound nounlar istəyir düzəltmə. Mürəkkəb isimləri dinner sadədir. Həmçinin kidney də mürəkkəb deyil. Shipbuilding opportunity də düzəltmədir. 2, 4, 6 shipbuilding, lifestyle and countryside. Derivative nounlar istəyir yeni düzəltmə isimləri. Foreigner düzəltmədir. Foreigner düzəltməsi biri götürürəm. Scholarship mürəkkəbdir. Pleasure sadədir. Həmçinin pleasure isim deyil. Watermelon mürəkkəbdir. Luggage də getdi. Ona görə 1, 6 oldu cavab. Sonra düzgün variantı istəyir. Just place mistake. Bir düzdür. 2 səhvdir. Woman belə cəmlənməz. Həmçində belə qəbul edilməz yiyəlik halı. 3 düzdür. 1, 3. 2-dan sonra horse avaz cəmlənməlidir. 5 də düzdür. Cavab oldu 1, 3, 5. 181-ci sonda yeni positive case istəyir. Burada ed gəlibsə gedir. Yəni edlə birləşmək söz gəlibsə gedir. Fail. 3 düzgündür. 2 düzgündür. Burada dəqiqə. Child. 2 səhvdir çünki child s apostrofos olmalıdır. Qəti children apostrofos olmalıdır. Cavab oldu 1, 3. 1, 3. Sonra 182-ci suala baxırıq. 182-ci sualda da bir düzgündür. Operations burada. Operation zətdən sonra cəm isim gəlməz. Həmçində zətdən sonra operation gap. Operation has operations bir dəqiqə. Surgeons. This surgeon. Buradan sonra disdən sonra cəm isim gəlməlidir. Onun cavabımız oldu 1, 4. 183-cü sualda isə
last year's calendar. Deyir ki, bu keçən ilin kalendarda onu istifadə etmə bir düzgündür. İkincisi də düzgündür, bilin kobudluğu. Dördüncüsü də üçüncüsü də düzgündür. 4-də niyə səhvlik var? If-dən sonra cəmsim gəlməlidir. If-dən sonra cəmsim gəlməlidir. Cavab 1, 2, 3. Today's paper düzdür, bir düz. Deyir ki, James is writing. James yazır. Burada cümləmizin xəbəri yox deyə, buradakı xəbərdir. Spoiled'dakı qaydasız feilliyə getdi. Cavab oldu 1, 4. Sonra yenə düzgün option istəyir bizdən. If you years düzdür. If-dən sonra cəmsim gəlməlidir. Main'dən sonra cəmsim gəlməlidir. Gedir. 3 də düzdür. 2 hours olmalıdır. If you day yox, if you days olmalıdır. Cavab oldu 1, 3. 186-cı sualda isə mens olmaz, mens olmaz. Çünki mens yox. Bu iki ifadə düzgündür. Men apostrof hesab düzəlməlidir. Hər apostrof hesab düzəlməlidir. Daha sonra yeni pozitiv case istəyir. Bir düzgündür. Heç bir problem yoxdur. 4. İkinci sualda postmans apostrof olmaz, apostrof olmalıdır. 3 də düzgündür. 4-də dear cəmdə deyə getdi. Yəni cəmdə olmalıdır deyə apostrof olmalıdır. Sonra burada da söhbət hər ikisindən gedirsə house yox, houses olmalıdır. Ona görə cavabımız oldu 1, 3. 188-ci sualda isə burada qaydasız feil getdi. Burada da ayıncı söz gəlib getdi. 1 düz oldu. 189-cu sualda impolite behavior bir düzdür. İkinci sualda xəbərimiz yox demək, o xəbər imiş. Burada ed gəlib, Tom's package suitcase. Burada baxın xəbər gəlib. Xəbər gəlibsə götürürük. Demək bu xəbər deyil. Ona görə cavab 1, 3. Sonra 190-cı sualda isə yenə pozitiv case ismin yeri halını istəyir. E gəlibsə years cəmlənməli deyildi. 2 düzdür. Burada da two months olmalıdır. Ona görə səhvdir. Cavab oldu 1, 3. Sağ olun, növbəti videoda görüşərik.